dağılmasıyla Azərbaycan bir əsrdə ikinci müstəqilliyini qazandı. Bilirsiniz ki, uzun illər 28 may tarixində təqvimdə Respublika günü kimi elan olunurdu. 2021-ci ildən etibarən Cənab Prezident İlham Əliyevin sərəncamı ilə 28 may müstəqillik günü, 18 oktyabr isə müstəqilliyin bərpası günü kimi qeyd olunur. Biz bugün çox xoşbəxtlik. Mən bir sözü ifadə eləmək istəyirəm ki, əslində siz də çox xoşbəxtsiniz ki, bugün müstəqil Azərbaycanda açıq səma altında heç kimdən qorxmadan, çəkinmədən himnimizi rahatca, belə qəlbən söyləyə bilirik. Yəni, bunun verdiyi xoşbəxtliyi sözlə ifadə etmək olmaz. Və bilirsiniz ki, Azərbaycan yaxın tarixdə çox böyük bir qələbəyə imza atdı. Cənab Prezident İlham Əliyevin başçılığı ilə Azərbaycan 30 ilə yaxın bir müddətdən sonra Qarabağı işğaldan azad etdi və hər dəfə biz tədbirlərimizdə vurğulayırıq, yeri gəlmişkən yenə deyib ki, Şuşa əməliyyatı uşaqlar bilirsiniz ki, dünyanın bir çox dövlətlərinin hərb məktəblərində dərsliyə salınmış, yəni bu əməliyyat hərbiçilərə dərs olaraq keçirilir. Bunun özü göstərir ki, bizim dövlətimiz nə qədər güclüdür, ordumuz nə qədər güclü, qüvvətlidir və biz çox xoşbəxtdik ki, belə müstəqil, güclü bir dövlətin vətəndaşları. Sizin də gələcək, Azərbaycanın gələcəyi olaraq borcunuz, vəzifəniz ondan ibarətdir ki, bu qanla qazanılmış müstəqilliyi qorumaq, saxlamaq. Yeri gəlmişkən mən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Bugün bizim qələbəmizin qazanmasında onların yolu danılmazdı, onların igidliyi, şücaəti olmasaydı biz bu qələbəni qazana bilməzdik. Şəhidlərimizə Allahdan rəhmət diləyirik, qazilərimizə Allah can sağlığı versin, onların ailələrinə borcumuz, ehtiramımız sonsuzdur, tükənməzdir. Siz də gələcək olaraq əsas missiyanız bu güclü, qüdrətli dövləti daha da gücləndirmək, qüdrətləndirmək və dünyanın ən inkişaf etmiş ölkələri sırasına, qabaqcıl ölkələri sırasına gətirmək. Bunun üçün ilk birinci vəzifəniz yaxşı oxumaq, yaxşı təhsil almaq, tərbiyə almaq və təbii ki, vətənpərvərlik ruhunda yetişmənizdir. Bunun üçün biz əlimizdən gələni edirik. Mən ümid edirəm ki, siz də əlimizdən gələni edəcəksiniz.
Dağılmış ellerime, sönmüş ışıklarıma, yazmışam. Dağılmış ellerime, sönmüş ışıklarıma, yarımcı divarlara yazmışam. Cumhuriyet. Kapımın eşiğine, kapıma kaçaklıma, yüzündeki aleme. Gördüğüm yukarıda, denizin sahiline, yazmışam adını. Gözlerdeki yaşlara, yüzlerdeki gülüşe, yazmışam adını.